Deputat İlman Nəsrov deyib ki, dövlət büdcəsinin 41% sosial xərclərə gedəcək. 2026-cı ilin dövlət büdcəsindən gedir söhbət. Yəni 41 milyard 404 milyon manatın 17 milyard 146 milyon manatı sosial sahələrə xərclənəcək. Və sonra da bir müqayisə aparıb deyir ki, bu məbləğ 2025-ci ilin eyni analoji rəqəmindən 213 milyon manat çoxdur. Və bununla da bu nəticəyə gəlir ki, bu artım varsa, demək sosial sahəyə daha çox vəsait ayrılıb və ölkədə sosial vəziyyət daha yaxşı olacaq. Belə bir əvvəla onu qeyd edeyim ki, bu 213 milyon manat cəmi 1,2% artımdır. Yəni 2025-ci ildə müqayisədə 2026-cı ildə sosial xərclər cəmi bu qədər artır. Amma biz baxaq görək inflyasiya nə qədərdir. Məsələn, bu ilin ilk 10 ayında əvvəlki ilin eyni dövrünə müqayisədə 5,7% inflyasiya var. Hələ burada ərzaq məhsullarının qiyməti daha çox artır. Bu ümumi rəqəmdir. Ümumi deməli istehlak qiymətlərinin indeksidir. Bəs bu 1,2% bu inflyasiyanın cüzi bir hissəsidir. Yəni əgər ölkədə gələn il minimum əmək haqqı artmayacaqsa, 400 manat olaraq qalacaqsa, minimum pensiya artmayacaqsa, 320 manat qalacaqsa, necə biz sosial sahəyə daha çox pul ayrılmasından danışa bilərik? İlman Nəsrov özü bir gün bu minimum əmək haqqından yaşaya bilər, 8500 manat pul alır. Görün minimum əmək haqqından nə qədər çoxdur onun maaşı. Qoy İlman Nəsrovun da maaşı, gəlirləri 1,2% artardı da əvvəllər. 2-3 ildən bir öz maaşlarını orada artıra bilirlər. Ancaq burada sosial xərclər cəmi 1,2% artıb, deyir ki, bəs bu deməkdir ki, insanlar daha yaxşı yaşayacaq. Budur bizim parlamentdəki deputatlarımız.